Salam hər kəsə, hər vaxtınız xeyir olsun. Bilirsiniz ki, bir neçə gün bundan əvvəl imtahanda bu tip sual düşə bilər deyə sizə bir neçə sual paylaşmışdım Word-la bağlı. Bugün isə həmin suallardan növbəti birinin izahını çəkirəm sizin üçün. Bu sual abituriyentlər üçün informatika test toplusunda yerləşir. Düşünürəm ki, onlar üçün də, abituriyentlər üçün də müəllimlərin işə qəbulu, sertifikasiya, dövlət qulluğu, istər magistr üçün də aktual bir sual ola bilər. Daha doğrusu aktual bir sualdır və imtahanda düşə bilər. Bizə nə deyir? Mətn redaktorunda 6 sütun və 8 sətirdən ibarət cədvəl verilmişdir. Əgər hər 2 sütundan sonra 1 sütun silinərsə və hər 4 sətirdən sonra 2 yeni sətir əlavə edilərsə, cədvəldə cəmi neçə xana olar? Gənclər, sual verərsiniz ki, ay müəllim, bu necə sualdır? Biz Word olmadan imtahanda onu necə cavablandıraq? Bunu siz özünüz kitabça üzərində cədvəl çəkərək də yerinə yetirə bilərsiniz və yaxud da ki, elə riyazi olaraq siz bu suala cavab verə bilərsiniz. Bəs necə cavab verə bilərsiniz? İndi gəlin biz ona baxaq. Bizim mətn redaktorumuzda 6 sütun və 8 sətirdən ibarət bir cədvəlimiz var. Mən həmin cədvəli yaratmışam. Baxın, 2, 4, 6 dənə sütun var və görsəniz 8 dənə də sətir var. İndi bizə nə deyir? Deyir ki, hər 2 sütundan sonra 1 sütun silinərsə, hər 2 sütundan sonra 1 sütun silinərsə. Baxın, bizim 6 sütunumuz var, düzdürmü? 6 sütundur və hər 2 sütundan sonra 1-i silinir. Gəlin belə eləyək, biz hər 2 sütunumuza başqa bir rəng verək. Siz bunu yaxşı görün. Dəqiqə, mən burada buna fon verim. Baxın, hər 2 sütundan sonra 1-i silinir. 2 sütunu gördük, düzdürmü? Deməli, bu sütunu silməliyik. Bax, yenə hər 2 sütunu görürük, birini siləcəyik. Baxın, 6 dənə sütun var. Deyir, hər 2 sütundan sonra biri silinir. İlk 2 sütunumuzu gördük, bu boş qalan ağ rəngdə olanı silməliyik. Növbəti 2 sütunumuzu gördük, bu boş qalanı silməliyik. 2 sütundan sonrakını silməliyik. Baxın, biz indi bunu layout alət tabından, delete column əmri ilə silirik. Sonra digər bu 2 sütundan sonraki sütunu da silirik. Və beləliklə 6 sütunumuz var idi. İndi qaldı 4 dənə sütun. Baxın gənclər, bunu necə elədik? Bizə 6 dənə sütun verib, 1, nömrəliyə də bilərsiniz belə, 1, 2, 3, 4, 5 və 6. Deyir, hər 2 sütundan sonra 1 sütun sil. 2 sütundan sonra 1 sütun sil. 2 sütundan sonra 1 sütun sil. Bax, cəmi neçə sütununuz qaldı? 4 dənə. Belə bu tipdə gedə bilərsiniz əslində, heç orada cədvəl çəkmədən. Deməli, bizim dəyişiklik nəticəsində 4 dənə sütunumuz qaldı. Sonra deyir ki, hər 4 sətirdən sonra 2 yeni sətir əlavə edilərsə, bu daha asandır. Hər 4 sətirdən sonra 2 yeni sətir əlavə edirsiniz. Gənclər, sizin 8 dənə sətriniz var. 8-in içində neçə dənə 4 yerləşir? Təbii ki, 2 dənə. Bizə də deyir ki, hər 4 sətirdən sonra 2 yeni sətir əlavə et. Yəni, 8 sətrin içində 2 dənə 4 var. O zaman hərəsindən sonra 2 yeni sətir əlavə etsəm, 2-ni də vururam 2-yə, mənim 4 dənə yeni sətrim olmuş olacaq. Aydındır? 4 dənə yeni sətir yaranacaq. Və əvvəlcə də 8 sətir var idi, 4 dənə yeni sətir. Nəticədə ən son etibarilə 12 sətrimiz olur və 4 də sütunumuz. Praktikasını görmək istəyirsinizsə, gəlin göstərim. Baxın, bizə deyir ki, gəlin bunların rənglərini qaytaraq özünə, bizi çaşdırmasın. Bizə deyir ki, hər 4 sətirdən sonra 2 yeni sətir əlavə olunur. Baxın, lap istəyirsiniz bunu nömrəliyin. 1, 2, 3, 4, 5, 6, 7 və 8. 8 dənə sətrimiz var, gördünüzmü? Deyir, hər 4 sətirdən sonra bizə deyir 2 dənə yeni sətir əlavə et. Baxın, bu 4-cü sətrə mən bir rəng verim ki, siz o əlavə olunmuş 2 sətri görün. Buna bir rəng verək, gəlin. Bu 5-ci sətrə də gəlin bir rəng verək, siz o fərqi görə bilin. Yəni, əlavə olunanları görün də. 4 sətirdən sonra 2 dənə yeni sətir əlavə edirəm. Baxın, gəlirəm layout alət tabına, orada insert, məsələn, insert row below deyirəm. Bir dənəsini əlavə etdim. Bu 4 qırmızı deyil, bu da qırmızı rəngdə olacaq. Sonra baxın,
Birini də əlavə eləyirəm. Baxın, hər 4 sətirdən sonra 2 dənə yeni sətr əlavə etdim. İndi keçək növbəti dörtlüyə. Növbəti dörtlüyümüz gəlir 8-ci sətirdə dayanır. Ondan da sonra 2 dənə sətr əlavə eləyirəm. 1 və 2. Görürsüz? Əvvəlcə 8 dənə sətrimiz var idi. Nəticədə 2 dənə burada, 2 dənə burada, 4 dənə yeni sətr yarandı. Baxın, hər dörtlükdən sonra 2 sətr yarandı deyə bizdə də 8-in içində 2 dənə dörtlük var. Nəticədə 4 dənə yeni sətr yarandı. İstəsəniz burada sətirləri saya bilərsiniz artıq. 5. Bax, bunu seçib abzas kimi nömrələyə də bilərik. Onu da daha yaxşı görə bilərik. Aha, görürsünüz 12 dənə. Bu əvvəlkiləri mən yazmışam. Bunları silək. Aha, görürsünüz 12 dənə bizim belə desək ki, abzasımız oldu artıq. Və daha doğrusu abzas nə idi? 12 dənə sətrimiz oldu artıq. 4 dənə də sütunumuz. Görürsünüz 1, 2, 3, 3 və 4. Yəni 12 dəfədə 4, bilirsiniz də, düz bucaqlının sayısı kimi. 12 dəfədə 4, 48 dənə xanamız var artıq. Baxın, 12 sətr oldu sonda, 4 dənə də sütun. 12 dəfə 4, nəhayət sonda 48 dənə xanamız oldu. Beləliklə, sualın doğru cavabı 48. Aydın da, bax belə.